İstiqamət, davamlılıq, bu istisna hallardan da haqla haqsız. Adi hallar isə deyir, dözməlisən. Vəssalam. Dözməlisən də. Neyle? Güəmin də söz demirlər. İstər dərslərimizə, sinərlən çıxışlarımıza. Avam dindar bir söz deyir. Dindar olmayan bir söz deyir. Başqa təriqət bir söz deyir. Allahsız bir söz deyir. Hələ bir söz deyir. Güya demirlər, güya yazmırlar. Yazırlar da. Atmırlar, siz atırlar da. Güya ilişdirməyə istəyən, o deyirlər, torba tikməyə istəyən yoxdur, o da var. Yəni, biz kimdən aparaq mübarizə? Avamlar sussa, firqələnmə olmaz. Avam cəmaat dilin saxlasa, parçalanma olmaz. Avam cəmaat dilin saxlamır deyə parçalanma var. Və rəhbərə özlərindən hər bir cəhətdən böyük olan, üstün olan elmi cəhətdən, əxlaqi cəhətdən olan şəxsə tabi olsalar, parçalanma olmaz. Tabi olmurlar, çünki lovğadırlar. Dilə ki, biz də varıq. Nəyəsə, istiqamət, davamlılıq, ayaqüstə durmaq məsələsi. Hud 112. Peyğəmbər qocanın ayətdə bu. Mərhum Təbətəbə ağanın nəzərinə əsasən bu ayə sırf Peyğəmbərə məxsusdur. Quranda ayə var, inşallah xəyacı təfsir edəmində. Ayə var Peyğəmbərə və cəmaata. Peyğəmbərə, cəmaata yox. Cəmaata, Peyğəmbərə yox. Belə bir bölümlər var. Deyir, bu ayə sırf Peyğəmbərə məxsusdur. İşarə eləyir, o Quranda ayə var, Rum surəsində. Fəəqim vəchəkə liddini hənifən və mə ənəmnəl müşrikin. Sən deyir, qal bu yolla, təkallahlı yolunda qal ki, sən müşrik deyilsən, İbrahim Peyğəmbərin də bu barədə belə oxşar ayəsi var. Hud 112, yəni istiqamət, möhkəm dayanmaqlıq. 5 dəqiqə vaxt atmazda. Üçüncü təvəkküldür. Təvəkkül nədir? Arxalanmaq, söykənmək. Kimə kürəyə dayırsan? Alimran 159, Ənfal 61, Hud 123, Furqan 58, Şüəra 217, Nəhl 79, Əhzab 3, 48, Tövbə 129-da var təvəkkül haqqında ki, söykənmək Allaha. Pis danışıq, Quranda var, Alimranda 159-cu adı. Peyğəmbər gəlsən, vələ kunta fəzzənə qalizəli qalb, ləni fəzzu min həvlik. Sən Peyğəmbər daşürək olsuydun. Nəlim, dilin acı, zəhər. O, indi bu bir şey deyim, adam var ki, haqlı danışır. Sənə xoş gəlmir deyə, haqq acı olar, adam qoyursan dili zəhər. Yox, dili zəhər deyil. Sən lovğalsan, özündə səhv görmürsən deyə, onun haqq sözü sənə təsir eləyir. İynə həmçinin bizi incidir, amma bizi sağaldır. O işimiz yox, o haqlı sənə düz deyir. Təbii ki, sənə xoş gəlməyəcək. Ehtiyac olmadığı halda, lüzum olmadığı halda, deyir, hə, qalizalı qalb, yəni pis danışıq, daha olsa fəz, üzrsən, fəz, ləni fəzzu min həvlik. Fəz, yəni ki, pis danışıq, acı dil olmaq. Və var, qalizalı qalb, qəlbin o daşı ürəkliyi, pis əməl olmaqlığı, kobudluq olmaqlığı, yəni davranışı sənin pisdir də. Bizlərə öküz, məsələn, belə misal var. Bəzi hallarda xanım, bəy, bunu bir-birinə deyir. Bəy qəşəng sözlərdir xanıma, məsələn, belə, elə, bu deyir, sən öküzsən. Allah kimi çox sağ olsun hamısını. Hər bir halda deyir, yox. Yəni, deyir, insan və təbliğində belə pis davranır. Acılı, təhqirli, məsələn, deyir, yox, olmaz. Kobud davranış deyir, olmaz. İman nə qədər çox olsa, təvəkkül bir o qədər də çox olar. İman, təvəkkülünə Allahın sən arxalamısansa ki, Allah narahat olma, həll olur. Ben çox rahatam, çox narahatam, heç bir problem yoxdur. Demək, adam imanı çoxdur. Adam da bir şey asqırır, başır özünü əsməyə. Vaxtımız qutarır deyə 3 dəqiqə, mən bunu saxlayayım, bir söz deyim, mən bunu YouTube'a qoyacam. Bu danışığımı da. Niyə insan belə çox düşür təşvişə? İmanın zəifliyindən. Pandemiya vaxtında və üzbəri müharibə oldu, pandemiya filan. Məsələ yayıldı ki, dini qruplar nəzarət var. Məndə lap yaxşı. Deyirlər ki, dövlətin işçiləri, polislər, qruplara girəcəklər, yoxlayacaqlar, dedim, eləsinlər. Mən bu dəstəkləyirəm şəxsən. Orta üçün yox idi. Bəlkə bunu dövlət çıxartmır bu söhbəti. Bunu çıxarır kim? Avam dindarlar. Mən də əksinə olsunlar. Mən dərsimi YouTube'a qoyuram. Kim üçün baxsın. Orada ancaq dini söhbətlərdir, əxlaqı, düzdür. Və qrup da var. Qrupda lap belə olsun nümayəndə, olsun dövlətin işçisi orada. Baxsın orada bizim yazılarımıza, paylaşmalarımıza və
bilsin nə var, nə yox. Bizim də qorxumuz bir şey yox ki, qorxumuz. Allaha, nə bilim, bu xidmət illi, xalqımıza xidmət illi, dini sadə, bildiyimiz səbəb düzdür. Hələ orta bir şey yox idi ya. Bunu çıxartmayıb dövlət işçiləri. Bu çıxarır dindarlar. Aləm dəl bir-birinə, qruplara millət çıxır. Ay səhət tutacaqlar, ay flankisi filan şey bilirlər. Orta heç nə yox idi ya. Heç nə yox idi. Bunun kimi çıxardır avam dindarlar. Yəni dövlət işçisi çıxarmışdı, dövlət işçisi, nə də ki möminlər. O vaxt dedilər, Yezdin qoşun gəlir Şamdan, sizi qıracaq, məhv eləyəcək. Heç nə yox idi. Şayə idi. Şayə ev yıxır. Şayə də insanlar kim-kimdir ələnir, bilinir kim-kimdir. Xüsusən möminlər. Axır zamanda möminlər ələnirlər. Mən, sən hamı. Belə şayə buraxırlar. Baxmısınız Muxtarın ki, olsa, Müslümin həyatına baxın. Tək qaldı axırı. Nəyə görə? Şayə çıxartdılar. Ay qoşun gəl, Ubeydullah gəlir, hamımızı məhv eləyəcək. Baxı tək qalıb yazdırmıyoruz. Axı kişi öldürdülər. İman zəifdir deyə hər şayə inanır. Niyə? Çünki qorxusu var. Nədən qorxusu var? Bilmir nədən. Allaha iman varsa niyə sən qorxasan ki? Mən dedim ki, gəlsinlər, dərsə girsinlər, canlıya girsinlər, qrupa girsinlər. Heç problemimiz yoxdur ki, Allaha. İmanı nə qədər insan çox olsa, təvəkkül bir qədər çox olar. Bu qədər vaxtımız bitdi. Allahümme salli ala Muhammed və al Muhammed və accil faracahum.